Təhsildə bugün davam edir. Bugün SLC Akademi qonağımızdır və qeyd etdiyimiz kimi əyani təhsil alan tələbələrə burada bir nüans da var. Hərbi xidmətdən möhlət hüququ verilir və Roza xanım SLC Akademinin məsul şəxsi də eləməz, tələbələrlə ən çox da ünsiyyətdə olan bir şəxsdir. Xaricdə təhsil üzrə ekspertdir və Roza xanım, deməli Aytaç seçir qiyabi təhsili. Bəli. Aha, qiyabi təhsilində diplomu tanınır. Sözsüz ki tanınır. Atası da qiyabi təhsil alıb tanınıb və elə ona görə atası stimul verib Aytaca. Həmin bu universitetdə Rusiya prezidenti yanında Dövlət Qulluğu Akademiyasında təhsilini davam etdirsin. Mən istəyirəm bu məqamda bir çox ölkələrin adını çəkəsiniz. Məsələn, hansı ölkələrə qəbulları həyata keçirirsiniz? Dinləyicilərimiz yeni qoşulanlar ola bilər. Bəli, Səmrə xanım, mən istəmirəm tamaşaçılar düşünsün ki, yalnız Rusiyada və Stavropol şəhərində. Elə Rusiyanın özünü götürəndə Rusiyanın Moskva, Sankt-Peterburg, Mahaçqalada, Stavropolda, Kislovodskda, Pitigorskda, Rostovda bu universitetlərin hər birində biz qəbul aparırıq. Ondan əlavə Ukraynada bizim tələbələrimiz qəbul olub təhsil alırlar. Türkiyədə, Avropa ölkələrində və hətta Amerika Birləşmiş Ştatlarında. Aha. Dinləyicimiz soruşur, SAT, IELTS, TOEFL kimi imtahanlar mütləq lazımdırmı qəbul üçün? Avropa ölkələrində bəli, qəbul olmaq üçün mütləq adını çəkdiyiniz sınaqlar lazımdır. Aha, təqaüd almaq mümkündürmü? Təqaüd bəli, Rusiyadakı universitetlərdə çox gözəl ixtisaslara təqaüdlə qəbul olub, illik təhsil haqqı ödəmədən 4 il təhsil ala bilərlər. Aha. O ancaq əyani tələbələr üçündür. Ödənişsiz məsələn ümumiyyətlə olurmu təhsil almaq? Məsələn, bunun üçün orta məktəb səviyyəsində qiymətlər yaxşı olmalıdır yəqin ki, hə? Yaxınlaşsınlar, biz hətta bunda da kömək eləyirik. Orta məktəbdə indi ola bilsin nə zaman məktəb imtahan zamanı həyəcan keçirdib, istədiyi qiymətləri 4-5-i ala bilməyibdi. O zamanda da biz ona dövlət büdcəsi, Rusiya dövlət büdcəsi hesabına ödənişsiz təhsil almağa yardım eləyirik. Aha. Bu zaman Könül xanımgil özü istəmədi. Biz təklif eləmişdik, onun dostuna da, başqa bir uşağa da təklif eləmişdik, ödənişsiz təhsil. Bunlar logistikanı seçdilər. Könül xanım yeri gəlmişkən buradan xatırladım. Könül Əliyeva valideyn qismində bugün təhsildə bugün də çıxış edir və övladı 2-ci kurs tələbəsidir. Könül xanım, necə ümumiyyətlə kənardan belə deyək ki, övladı xaricdə təhsil alan valideyn necə olur? Narahat olursunuz, bildirmirsiniz. Adətən necə belə deyək də gedib gəlmə imkanınız olurdumu? Mən özüm müəllim olduğuna görə mən getməmişəm, sözün düzü. Getməyimə ehtiyac duymuram. Əvvəl çox tərəddüd edirdim. Yəni mən necə, yəni bu işlər necə yoluna, yəni gündəlik xərcləri məsələn çox çıxırdımı? Özləri orada iki dost Roza xanımın dediyi kimi işləyirlər dərsdən sonra. Yəni işləyirlər də. Bəli, işləyirlər də. Burada dayanaq da biraz. Deməli işləmək mümkündür təhsil alana. Bəli. Deyin də necə oldu bu? Özləri də sərbəst öz işlərini, yəni reklam vasitəsi falan, yəni belə bir şeylərlə məşğuldurlar. Yəni özləri biz də düzdür bir valideyn kimi dəstək oluruq, amma çox az. Yəni orada yaşamaq o qədər də çətin deyil, deyim ki, yox mümkünsüzdür. Biz durmadan daima ona pul göndəririk və yaxud da belə, yəni özlərinin, ümumiyyətlə şəhər sakit şəhərdir, yəni o qədər də bahaçılıq da deyil orada. Özlərini dolandırırlar. Dediniz ki, ayrı bir evdə qalırlar, düzdürmü? Əgər sir deyilsə, məsələn, nə qədər neçə nəfər məsəl üçün qalır? Elə ikisi qalırlar, aylıq evə ikisi bir yerdə 500 manat pul ödəyirlər. Bizim Azərbaycan manatı. Yəni biz konvertasiya eləyirik rublə. Konvertasiya eləyəndə 500 manat çıxır. Soruşmuşam. İki dostlar, biz evi yarım. Normal, çox gözəl, çox gözəl ev seçiblər. Universitetin tam yanındadır. Piyada da gedib gələ bilirlər. Çox mərkəzdədir. İctimai nəqliyyata ehtiyac yoxdur, bəli. Bunlar məni evlərinə dəvət eləmişdilər Qurban Bayramında gedəndə. Siz də yeri gəlmişkən Qurban Bayramında mən buradan qeyd eləyim, tələbələrin yanındaydınız, bayramları xüsusi olaraq onlarla keçirdiniz. Məsələ bunun üçün getmişdiniz Rusiyaya. Çox istəyirdim, bəli. Ona görə deyirəm ki, mən narahat deyiləm. Xeyr, sual verdiniz ki, narahatsızmı? Yox. Artıq Roza xanım. Bəli. Hər şey. Səmrə xanım, mən elə bildim, bu yəni hər zaman məhəddəl qalıram oranın yaşıllığına. Binanın qarşısı elə bilin ki, bir meşənin qarşısında tikilibdi. Uşaqlar da evə çox gözəl baxırlar, təmizlikləri və burada Azərbaycanda olduğu müddətdə, sənədləşməni elədiyimiz müddətdə, universitetdə yola saldığımız müddətdə hardasa belə ərköyünlük var idi, uşaq idilər. Mən bu dəfə Qurban Bayramında gedəndə Könül xanıma da deyirəm. Böyüyüblər. Əsl kişi kimi olublar. Afərin. Bəli. Artıq işlərini bölüşürlər aralarında. Artıq məsuliyyət tam üzər. Bilir ki, ana yoxdur. Və bu günlərim özləri əgər hərəkət etməsə ac qalacaq. Mən səxr edirəm. Oradakı tələbələrlə
ürəkdən, səmimi qəlbdən deyirəm, fəxr eləyirəm. Əslində xaricdə oxumağın üstünlüklərindən biri budur ki, bəli, insan sərbəst olur, çətinliklərə qatlaşır. O deyir, bəzən o əsgərlik, hərbi xidmət bəzən oğlan uşaqlarına necə deyirlər, möhkəmlədir, həqiqətən onları. Mən daha çox bunu üstünlük verərdim ki, ilk öncə təhsillərini sərbəst alsınlar. Hələ oğlan uşaqlarına mütləq şəkildə mənim oğlum tək oğlan olduğuna görə birazərkə söynüyordu, biraz çox amma indi mən təsəvvür edirəm ki, həqiqətən mənim uşağım özünü o qədər gözəl idarə eləyirlər ki, o qədər idarə, özlərini gözəl idarə edirlər. Bəli, oradan çəkilin tələbəliyin gözəlliyi də elə zaten bundadır. Bir danışaq. Deməli, yemək rahat bişirə bilirlər. Rahat özləri sərbəst, bazarlıqlarını eləyirlər, gətirirlər. Qonaqlıq verdilər. Hətta sizə də. Öz bişirdiklərindən. Əla, yəni uşaqlar tək qalırlar, buna görə valideynlər narahat olmasınlar. Yerləşmə məsələləri də çox rahat SLT Akademiya vasitəsilə həll olunur. Siz təklifinizi edirsiniz Roza xanım, ya yataqxanada ya da belə ürək istəyən şəkildə qalırlar. Aha. Deməli, belə deyək də Roza xanım. Hələ ki qəbullarınız həyata keçirilir. Avqusta qədər gedəcək, amma avqustda bitəcək qəbullar. Gec birdən qalsa kimsə qəbul üçün nə təklif eləyə biləcəksiniz o an? Çünki mən bilirəm ki, çox rahatdılar bəzi valideynlər də, övladlar da. Səmirə xanım, birdən gec qaldılar. Gec çalışsınlar, gec qalmasınlar. Amma gec qalsalar da belə, o çox tərəddüd eləyən valideynlər üçün də yaxşı təkliflərimiz var. Biz şirkət olaraq rəsmi müraciət eləyirik universitetə və əgər müraciət eləyənlərin sayı qane eləyən saydadırsa, yenidən qəbul açılır. Həmin tələbələr üçün. Bir də Səmirə xanım, mən bunu xüsusi vurğulamaq istəyirəm. Deməli, Moskvanın, Rusiyada, Moskva şəhərinin Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin və Stavropoldakı universitetin birgə ikili diplom layihəsi həyata keçir. Beynəlxalq turizm və beynəlxalq aqrar sektoru. Bu 4 il təhsil alır. Rus dilini burada bilməlidir. Sadəcə olaraq təhsilin 4 ayını Stavropol şəhərində təhsil alır, 4 ayını Moskvada. İllik təhsil haqqına daxildir. Ödədiyi illik təhsil haqqı samolyotla, təyyarə ilə Moskvaya gedib və Moskvadan qayıtmaq. 400.000 rublda illik təhsil haqqı, hardasa bizim puldan indi konvertasiya eləsinlər, ancaq 2 diplom alır. Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin diplomunu və Stavropol şəhərinin diplomunu və orada mükəmməl onlara ingilis dilində, fransız dilində sərbəst oxumağa, danışmağa, təhsil almağa yardım eləyirlər. İndi qəbul olanda fransız, ingilis dili o qədər vacib deyil, tələb olunmur. Ancaq oxuduğu 4 il müddətində proqram elə qurulubdur ki, ingilis və fransız dilini də mükəmməl öyrənirlər. Bu çox gözəl bir layihədir. Valideynlərimizi, abituriyentlərimizi bundan yararlanmağa dəvət eləyirik. Çox sağ olun ki, bu haqda məlumat verdiniz Roza xanım. Bəlkə kimsə yararlanmaq istəyəcək. İndi Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti, bəli. GİMO bizim dilimizdə deyilən ikili diplom alır. 2 diplom. Aytaç, sənlə davam eləyək. Reklama qədər biraz danışaq. Birinci dəfə çıxacaqsan ölkə xaricinə? Bəli, ilk dəfə. Həyəcan var? Var. Var, necə olacaq deyə, necə, amma mən bunları ata ilə danışanda ata o qədər rahat danışır ki, mənə sanki heç nə yoxmuş kimi və həyəcanım demək olar ki, ata ilə danışdığım müddətdə yox olur. Çox rahat hər şeyi izah eləyir. Lap yaxşı. Yəni əsas o idi, elə onu soruşmaq istəyirəm. Amma çox maşallah rahat bir qızdır. Və buradan məsələn indi imtahanları başa vuran, xaricdə təhsil almaq hələ düşünməyən, bəlkə deyə məsləhət kimi bəlkə kiməsə vermək istəyirsənsə, nə demək istəyirsən bizim abituriyentlərimizə? 18-17 yaşında məsələn gənclər bizə qulaq asırlar. Elələri var ki, çəkinirlər. Yəni xaricdə necə olacaq, gedib xaricdə necə təhsil alacağam, ölkədən kənardır. Çox güvənmirlər bəzən, daha doğrusu. Ancaq tam əminliklə deyə bilərəm ki, yəni xaricdə təhsil almaq çox yaxşı bir şeydir. Yəni necə deyim, bəli, gedib yəni çox təhsil ala bilərlər də, yəni xaricdə. Birdən Könül xanım, Kənan dedi ki, mən 4 il başa vurduqdan sonra mən elə burada qalmaq istəyirəm, işləmək istəyirəm, ümumiyyətlə yaşamaq istəyirəm. Necə qəbul edirsən? Özdə bildiyim qədərini bir övladım var. Yəni yaşamağını sözünüz mən amma magistr və doktorantura bəli niyyətimiz var. Davam edəcəksiniz Rusiyaya. O gedəndə o barədə heç düşünmək bilirsən, amma artıq düşünürəm. Əla. Bir daha xatırladıram, əziz valideynlər, abituriyentlər, SLT Akademiya vasitəsilə siz də xaricdə olmaq
arzularınızı gerçəkləşdirə bilərsiniz. Bunun üçün heç nə lazım deyil. Sadəcə attestatınızı götürüb gəlirsiniz SLT Akademiya və yaxud da ki zəng edirsiniz, sonra görüşürsüz. SLT Akademiyanın məsul şəxsi Roza xanım xarici təhsil üzrə ekspertdir. İnanın ki, nə qədər tələbələrin həmişə problemlərini həll edən bir xanımdır. Zəng eləmək istəsəz əlaqə saxlayın. Radiodan mütləq şəkildə dinlədiyinizi də qeyd edin və bu səyahətə siz də çıxın. 051 789 64 34 050 479 85 58. Təhsildə bugün davam edəcək reklamlardan sonra. Təhsildə bugün.